Müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı baş verdi. Hamımız bunu bilirik. Və ilk görüşlərinin birində Elmlər Akademiyasında alimlərə müraciət etdi. Qeyd elədi ki, biz artıq dövlət müstəqilliyimizi bərpa etmişik və bizim qarşımızda mühüm vəzifələr durur. Bu vəzifələrdən biri, mən fikri səsləndirirəm, yəni belə səsləndirdi ki, tarixi həqiqətlərimizi yeni nəslə çatdırmaqdır. Tarixi həqiqətlərimizi bərpa etməkdir. Yəni Azərbaycan dövlət müstəqilliyini itirdikdən sonra, yəni bizim çox böyük dövlətçilik tariximiz var. Təbii ki, Çar Rusiyası Qafqazı istila edəndə, biz də Çar Rusiyasının tərkibinə daxil olduqdan sonra qələm bizim əlimizdə deyildi. Qələm başqasının əlində olduğumuza görə tariximizi də istədiyi kimi yazdırıbdı və yazıbdı. Və biz də tarixi həqiqətləri demək olar ki, yaddan çıxartmışdıq. Və burada 3 nəslin nümayəndəsi əyləşibdir. Bu 3 nəslin nümayəndələri arasında mənim mənsub olduğum nəslin nümayəndələrin oxuduğu dövrü xatırlayaq. Biz bu deportasiyalar, ermənilərin törətdiyi vəhşiliklər, Mart soyqırımı və s. haqqında məlumatımız var idimi? Əlbəttə yox idi. Hardan olacaqdı? Əvvəla qapalı bir sistemdə yaşayırdıq. İkincisi isə ola bilər müəllimlərimiz və s. belə epizodik bizə deyərdi, kimsə deyərdi. Amma tarixi sənədlərdə yox idi. Tarixi arxivlərdə var idi, amma üzə çıxarılmırdı. Məsələn, Azərbaycanlıların oradan köçürülməsi Qərbi Azərbaycana və yaxud digər Azərbaycanlıların yaşadığı ərazilərin başqa ölkələr tərəfindən zəbt olunması və s. Bunlar demək olar ki, unutturmağa çalışırdılar. Ona görə də Ulu Öndər dedi, tariximizə diqqət yetirib, onun həqiqətlərini yeni nəslə çatdırmalıyıq. İndi bizim qələm öz əlimizdədir. Quran-ı Kərimdə Allah Teala bir çox andları var. Bir də qələmə içilən anddır. Deyir ki, and olsun qələmə. Bu çox mühüm bir məsələdir. O qələmin nə qədər üstün əhəmiyyət kəsb elədiyi o andda da göstərilir. Ona görə bizim tariximizin özündə də, elə həyatın özündə də daimi qılınc və qələm arasında müqayisə aparılır. Qələm güclüdür, yoxsa qılınc güclüdür? Əlbəttə, qələm qılıncı tamamlayır, qılınc da qələm tamamlayır. Amma tək qılınca istinad eləməklə nəyisə həll eləmək olmaz. Biz 44 günlük müharibədə Müzəffər Ali Başkomandan rəhbərliyi ilə, şanlı ordumuzun şücaəti ilə torpaqlarımızı azad elədik. Amma bu torpaqların azad edilməsinə qədər biz qələmlə qələbəni təmin eləmişdik. Qələbəni necə təmin eləmişdik? Bu torpaqların bizə mənsub olduğu bizə bəlli idi. Bu dünyaya da bəlli idi. Amma ikili standartlar imkan vermir ki, sən bu bəlli olanları bir daha dünyaya çatdırasan, ictimai həyata çatdırasan. Amma bunu çatdırmaq üçün çox böyük işlər görüldü. BMT Təhlükəsizlik qətnamələri, Lissabon sammiti, Budapeşt sammiti, BMT Baş Məclisinə qəbul edilmiş sənədlər, bütün bunlar hamısı, o cümlədən Avropa Şurası olsun, ATƏT olsun və s. Bütün bu sənədlər yığılaraq artıq erməni üzərində ideoloji cəbhədə, diplomatik cəbhədə qələbəni təmin etmiş olduq. Qılınc işə düşdüyü zaman hamımız xatırlayırıq. Ayrı-ayrı beynəlxalq təşkilatlarda, müzakirələrdə bir nəfər də durub demədi ki, bu torpaq Ermənistanındır. Çünki bu torpağın Azərbaycana məxsus olduğunu Azərbaycan bütün diplomatik sənədlərdə bir daha təsbit etdi. Əlbəttə, Azərbaycan BMT-yə daxil olanda bu ərazi ilə daxil olurdu. Amma bu sənədlərin üst-üstə minməsi olduqca əhəmiyyət kəsb elədi və bizim üçün önəmli rol oynadı. Ona görə də bu cür əsərlər, Sosial Tədqiqatlar Mərkəzinin hörmətli Zahid müəllimi rəhbərliyi ilə, o cümlədən Əfqan müəllimdir, sonra Əziz müəllimdir, birgə bu cür sənədlərin ortada olması bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz qayıdışdan danışırıq. Bu qayıdış üçün diplomatik cəbhədə, ideoloji cəbhədə, psixoloji cəbhədə mübarizə bir an belə dayanmamalıdır. Bu qayıdış necə baş verəcək? Bu qayıdış bəlkə demoqrafik yolla baş verəcək, bəlkə avtomobillə qayıdacaq, bəlkə müqavilələr çərçivəsində qayıdacaq. Məsələn, biz ermənilərlə say müqayisəsində həddindən artıq onlardan üstünük. Çünki Azərbaycan xalqı həm də silsilənin artır,
Erməni ədədi silsilə ilə. Erməni ilə Azərbaycanlı gəlin müqayisə edək. Sovetlər dağılanda fərqimiz 2 idi, indi 5-dir. Dünya çapında ermənilərlə dünya Azərbaycanlılarını müqayisə eləsə ən az 6-7 dəfə onlardan çoxuq. Erməninin qohum milləti varmı? Yoxdur. Arxasında ola bilər xristian həmrəliyi ilə kimsə dursun, neynəsin. Amma qohumluq əlaqəsi olacaq bir millət qalmayıb. Bəlkə onların hardasa Hindistan qaraçılarına qohumluğunu sübut eləmək olar. Onu alimlərimiz sübut ediblər. Amma faktiki olaraq qohumluq əlaqəsi olacaq millət yoxdur. Amma bizim əmioğullarımız, dayıoğullarımız, biboğullarımız millət olaraq nə qədərdir? 200 milyondan çoxdur. 200 milyon insanla danışdığım bu dildə anlaşa bilirəmsə, bunlar mənim qohumlarımdır. Xatırlayırsınız, Vətən müharibəsi dövründə Ermənistan çox çalışırdı, o DKB-ni cəlb eləsin, bundan bağlı müraciətlər və s. Niyə baş tutmurdu bu? Birincisi, Rusiya bu məsələlərdə Azərbaycanın haqlı mövqeyində neytral mövqe sərgiləyirdi. Bu da diplomatik qələbəmiz idi. Digər tərəfdən aydın məsələ idi ki, o üzvü ölkələr bizim qohumlarımızdır. Onlar bizə silah qaldırmayacaqdı. Mənim yanvar faciəsi, yanvar hadisələri xatirimdədir. Bu dövrdə Azərbaycana gələn hərbi hissələr içərisində deməli, Orta Asiyadan olan əskərlər də var idi. O əskərlərdən bir neçəsi komandirlərin sözünə əməl eləməmişdi. Hətta o barədə mətbuatda çıxdı bu söhbət. Yayıldı ki, orada bir neçə əskərə cəzalandırmaq istəmişdilər ki, o əmri yerinə yetirməmişdi. Çünki Azərbaycanlıya silah işlətmək istəməmişdi. Zor tətbiq eləmək istəməmişdi. Bax, bu faktorun özü də bizim üçün çox əhəmiyyətlidir. Bax, bu sənədlər, mən bayaq qeyd elədim, 44 günlük müharibəyə qədər diplomatik cəbhədə gedir. Bu sənədlər nə deməkdir? Bu ise 3-cü kitabdır. Xatırlayıram, o birisilərdə də iştirak eləmişəm. Bu böyük əməyin məhsuludur. Əlbəttə, yalnız burada getmir bu. Akademiyada da bu işlər gedir. Sosial Tədqiqatlar Mərkəzi ilə Akademiyanın bir institutundan da bəlkə elə müqayisə eləsə bərabər şəkildə fəaliyyət göstərir. Çox əhəmiyyətli sənədlər ortaya qoyurlar. Bu cür sənədlərin ortada olması bizim üçün nə idi? Bizə sübut eləmək lazım deyil, o torpaqlar bizimdir ya bizimdir. O bu torpaqların bizim olduğu bizə bəllidir. Bizə bəlli olmasının üçün kifayət qədər əlimizdə sənədlər var. 19-cu əsr xəritələrindən tutmuş müqavilələrə qədər. Cənab Prezident çıxışının birində dedi ki, Kürəkçay müqaviləsində bir dənə erməni imzası varmı? Və yaxud da bir dəfə bir sual verdi ki, Yerevan şəhərinin mərkəzi varmı? Hər bir şəhərin mərkəzi orada. Bizim mərkəz Qız qalasıdır və yaxud da tutaq ki, New Yorkun, Parisin, nə bilim, Londonun, hərənin bir tarixi mərkəzi, İstanbulun. Onun niyə mərkəzi yoxdur? Çünki o mərkəz deyilən yeri dağıdıbdır. Onu silibdir ki, Azərbaycanlıların izini itirsin. Onu məqsədli şəkildə ermənilərin bizə qarşı apardığı bu məsələlərdə yalnız torpağımızı istila eləmək deyil, eyni zamanda mənəvi cəhətdən də, siyasi cəhətdən də, psixoloji cəhətdən, tarixi cəhətdən çoxlu bizə qarşı ekoloji cəhətdən cinayətlər törədir. Bu cinayətlər bizə bəllidir. Amma bu kitab nə edəcək? Bu kitab birincisi böyüməkdə olan nəslə çox böyük mesajlar verir. Biz necə ki, bizim dövr nəslimiz ki, Sovet dövründə idi, biz heç nə bilmirdik. İndi bunlar hamısını bilir və bilir. Yerin adına qədər bilir, tarixi abidənin adına qədər bilir, ta qədimdən indiyə qədər keçilən yolu bilir. Biz bunu bilmirdik, amma indi bilir. Bu bizim üçün çox böyük rol oynayır. Çünki ideoloji cəhətdən həmin insanlar, həmin gənclik, o bayaq müəllimə çox gözəl dedi, Vahid bütöv Azərbaycan məsələsi ki var. Bu yalnız Qərbi Azərbaycanla bitmir. Bunu bildiyinə görə o qayıdış məsələsi onun təfəkkürünə oturur və təfəkkürünə oturduğuna görə də bütün platformalarda bu istiqamətdə fəaliyyət göstərir. Elmi platform olsun, siyasi olsun və s. İkincisi, bu başqa ölkələr üçün, başqa ölkələrdə olan bu və digər diskussiyalar üçün bizə lazımdır. Eyni zamanda bizim tartışmamız düşmənlə davam edir. Atatürk'ün məşhur bir kəlamı var. Deyir, düşmənlə döyüş yalnız hərb cəbhəsində getmir. Düşmənlə döyüş bütün cəbhələrdə gedir. Hamısı sadalanır onların. Bu bir cəbhədir. Bu cəbhədə döyüşə hazırlıq olmaq üçün gəl silahlanasan. Mənəvi silah və eyni zamanda elmi cəhətdən silahlanasan. Bu silahları əldə edən bizim hər
hər bir vətəndaşımız növbəti mərhələdə istənilən platformada bu döyüşə hazır vəziyyətdə olur. Eyni zamanda bayaq dedim, sülh müqaviləsi imzalanmayıb, mübarizə davam edir. Mübarizə beynəlxalq məhkəmələrə, beynəlxalq tartışmalara gedib çıxdıqda da bunlar bizim əlimizdə tutarlı sənədlərdir. Ermənilər necə ki, Qafqaz Albaniyasını saxtalaşdıraraq onu silməyə çalışmışdılar. Əgər biz müstəqilliyimizi bərpa etməsəydik, bəlkə də Qafqaz Albaniyası mövzusu gündəmdən çıxıb gedə bilərdi, unudula bilərdi. Unutura bilmədilər. İndi artıq biz sübut eləmişik ki, Qafqaz Albaniyasının abidələrinin hamısı qədim Qafqaz Albaniyasına məxsusdur. Bu ermənilər bunu saxtalaşdırıblar və s. Ona görə vaxt imkan vermir. Bir tezisdə deyim, fikrimi tamamlayayım. Hesab edirəm ki, qayıdış məsələsi Azərbaycan prezidentinin müəyyən etdiyi xəttdə davam edir. Qərbi Azərbaycan icmasının bununla bağlı gördüyü işlər doğrudan da təqdirə layiqdir. Çox mühüm istiqamətdə gedir bu işlər. Alimlərimiz, sosial tədqiqatlar, millət vəkilləri hamı. Bu bütün cəmiyyətin işidir və bu cəmiyyətin işinin daha uğurla getməsi üçün hər kəs öz əlindən gələni etməli və öz tövhfəsini verməlidir. Mən müəlliflərə və Sosial Tədqiqatlar Mərkəzinə bir daha təşəkkür edirəm, təbrik edirəm. İşlərimizə uğurlar arzulayıram, minnətdaram, sağ olun.